Herkese salam. Davam edirik. Biologiya fənnindən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarının test nümunələri, izahları ilə bu gün sizlərə təqdim edəcəyimizə 2019-cu tədrisinin ikinci cəhd imtahanı sualları olacaq. İlk sualımızla başlayaq. Birinci sualımızda bizə qeyd edir ki, bitkilərdə əsas kök toxumu qıcların yox olduğu dövrdə əmələ gəlsəydi, paleozo erasında olmazdı. Biz bilirik ki, əsas kök toxumu şeim kökçüyündən inkişaf edir və əsas kök ilk dəfə toxumun yarandığı dövr olan paleozo erasının Devon dövründə yaranmışdır. Əgər əsas kök paleozo erasının Devon dövründə yaranmasaydı, qalsaydı, deməli onun yaranması Mezozo erasının Trias dövrünə, çünki burada qeyd edir ki, toxumlu qıcların yox olduğu dövr nə zamandır toxumlu qıcların yox olduğu dövr? Mezozo erasının Trias dövrü. Deməli, paleozo erasında yaranmayıb Mezozoyun Triasına qalmış olsaydı, o zaman təbii ki, biz paleozo erasını toxumuda görməzdik. Çünki toxum, deməli, toxum rüşeym kökçüyündən əsas kökü inkişaf edir. Əgər devonda toxum yoxdursa, dolayısıyla əsas kökdə olmayacaq. Rizoid artıq ordovikdə, mamırlarda gördüyü bəzi yosunlarda da rizoid ola bilər. Həmçinin rizoid mamırlarda, ordovikdə artıq var. Yan kök, əlavə kök silurda, qıcı kimlərdə var. Silurda planlarda, yəni qıcı kimlərin nümayəndəsi olan planlarda var. Gövdə artıq mamırlardan ordovikdə demişik, təbii ki, silurda qıcı kimlərdə də vardır. Amma toxum paleozo erasının Devon dövründə əmələ gəlir. Əgər Devonda əmələ gəlməsəydi əsas kök, deməli, toxum da orada əmələ gəlməyəcəkdi, qalacaqdı Mezozoy erasının Trias dövrünə. Sual 2 ilə davam edirik. İnsan orqanizmində K orqanından çıxan qandakı eritrosit M orqanına gedib çatması üçün ürək kameralarından hansı ardıcıllıqla keçməlidir? Bizə verilib K orqanı mədə, M orqanı isə böyrəkdir. Mədə, deməli, mədədən çıxan qan venoz qan olacaq və venoz qan vena damarları ilə aşağı boş venaya töküləcək. Oradan gələcək sağ qulağcığa. Sağ qulağcıqdan töküləcək sağ mədəciyə. Oradan ağciyər kötüyü vasitəsilə ağciyər arteriyaları və gedəcək ağciyər kapillyarlarına. Qazlar mübadiləsi gedəcək alveolla kapillyarın arasında. Kapillyarda olan karbon qazı alveola, alveoldan olan oksigen isə qana keçmiş olacaq. Qazlar mübadiləsi baş verdikdən sonra oksigenlə zənginləşmiş olan qan, deməli, ikisi sağdan, ikisi soldan 4 ədəd ağciyər venalar vasitəsilə gələcək sol qulaqcığa, oradan isə sol mədəciyə və sol mədəcikdən aorta vasitəsilə qarın aortası və böyrək arteriyasına getmiş olacaq. Ardıcıllığımız olacaq 3, 1, 4, 2. Burada kameraların ardıcıllığını soruşur. Bunu da qeyd etmiş olduq. Sual 3. Kökləri generativ orqandan əmələ gələ bilməz. Biz bilirik ki, plaon və qatır quyruğu qıcı kimləri nümayəndəsidir və bunlarda gövdədən inkişaf etmiş olan əlavə kök və əlavə köklərin üzərində olan yan kökləri vardır. Ardınc çılpaq toxumlu, itburnu isə örtülü toxumlara aiddir və bunların hər ikisində toxum var. Toxum generativ orqandır. Toxumun rüşeym kökçüyündən əsas kökü inkişaf edir. Bunlarda, yəni toxumlu bitkilərdə, çılpaq toxumlu və örtülü toxumlarda toxum generativ orqandır və toxumun rüşeym kökçüyündən deməli, əsas kök inkişaf edə bilir, yəni kök növü inkişaf edə bilir. Amma plan və qatır quyruqlarda inkişaf edən köklər vegetativ orqandan inkişaf edir, generativ orqandan inkişaf edə bilməz. Onlarda yalnız dedik ki, kökümsovun üzərində əlavə kökün üzərində isə yan köklər inkişaf etmiş olacaq. Sual 4. İnsanın ifrazat sisteminə daxil olan strukturların artması ardıcıllığını müəyyən edin. İfrazat sistemində bir ədəd sidik hissəsi vardır. Ümumiyyətlə 2 böyrək, 2 axar, 1 kisə, 1 kanal mövcuddur insanda və sidik hissəsinin sayı olacaq 1 ədəd. Ən az olacaq 2, yəni 1 ədəd sidik hissəsi var. Daha sonra böyrəklə, yəni hər böyrəmizdə 1 ədəddir, cəmi 2 ədəd olacaq. Piramidlərin sayı 6-7 ədəd olur. Maksimalla götürsək belə hər iki böyrəmizdə 14 ədəd olacaqdır. Nefron sayı isə hər böyrəkdə 1 milyon, ümumilikdə 2 milyon nefronumuz olacaqdır. Deməli, ardıcıllığımızı müəyyən etmiş olsaq 2, 3, 1, 4 artma ardıcıllığını bu şəkildə müəyyən etmiş olaraq. Sual 5. Qarğıdalı bitkisinin süpürgə çiçək qrupunda 30 erkəkçi, qışa çiçək qrupunda isə 10 dişicik var. Bu çiçəklərin bərabər olduğunu söyləmək olarmı? Gəlin baxaq. Süpürgə erkək çiçəkləridir və erkək çiçəklərin formulu C4, Y3, D
0 şəklindədir. O zaman bir çiçəyimizdə əgər 3 erkəkçiyi varsa, 30 erkəkçi 10 çiçəyimizdə olacaq. Deməli, erkək çiçəklərin sayı neçədir? 10. Süpürgə çiçəklərin sayı 10 ədəddir. Gəldik qıçaya. Qıça çiçəklər dişi çiçək qrupuna aiddir və qıçanın formulu C4, Y0, D1 şəklindədir. Dişiciyi də 2 ağızlıdır. Buna diqqət edirik. Burada bizə lazım olmasa da testlərin nümunələrində qarşımıza çıxa bilər. Deməli, bir çiçəkdə, bir qıça çiçəyində bir dişicik varsa, 10 dişicik neçə çiçəkdə olacaq? Elə 10 dişi çiçəkdə olmuş olacaq. Deməli, bizim 10 dişi, 10 erkək çiçəyimiz var. Bərabər olduğunu söyləmək olarmı? Bəli, olar. Çünki onların hər ikisinin sayı 10 olacaqdır. Sual 6. Sxemdə eyni ekosistemdə yaşayan iki canlı əmələ gətirdiyi populyasiyalar arasında əlaqə göstərmişdir. Sxema əsasən aşağıdakilərdən hansı yanlışdır? A canlısı, B canlısı verilib. A canlısı karbon qazı və suyu istifadə edib üzüm maddə və oksigen ayırırsa, demək ki, A canlısı avtotrof canlıdır. Və üzüm maddəni istifadə edib, oksigeni istifadə edib karbon qazı və suyu ayıran isə B canlısıdır. B canlısı isə heterotrof canlıdır və bu konsumentlərə aid olacaqdır. A canlısı isə produsentlərə aiddir, çünki avtotrof canlıdır. Gəlin indi analiz edək, yanlışı istəyir. A canlısı qeyri-üzüm maddə birləşmələrdən üzvü birləşmə sintezdə bilir. Bəli, doğrudur. Gördük, karbon qaz və sudan üzüm maddə sintezi etmiş oldu. B canlısı heterotrofdur. Bəli, heterotrofdur. Konsumentdir. Doğrudur. B canlısı glukozunu oksigenli mühitdə parçalayır. Bəli, oksigenə tələbatı var. Baxın, istifadə edir oksigen. Demək ki, oksigenli canlıdır. Oksigenli mühitdə yaşayır. Oksigenli mühitdə parçalayır. Eyni zamanda anaerob şəraitdə yaşayan canlıdır deməkdir. Bunlar doğru fikirlərdir. Əgər A canlısına konsument deyilsə, bu yanlış olacaq. Çünki biz dedik ki, A canlısı qeyri-üzüm maddələrdən üzüm maddə hazırlaya bilir. O avtotrofdur, produsentdir. Davam edirik sual 7 ilə. Yarasa göyərçindən onunla fərqlənir ki, yarasa məməlilər sinfinin nümayəndəsidir. Göyərçin isə quşlar sinfinin nümayəndəsidir. Yarasanın tük örtüyü, göyərçin isə lələk örtüyü var. Tük örtüyünə görə fərqlənir. Yarasa məməlidir, sabit bədən temperaturu var. Göyərçin quşdur, onun da sabit bədən temperaturu var. Hər ikisi uçmaqla əlaqədar döş dili var. Olmur deyirsə yanlışdır. Xordallar tipinə aiddir, hər ikisi aiddir. Uça bilir, hər ikisi uça bilir. Ona görə tük örtüyünə malik olması yarasanı göyərçindən fərqləndirən xüsusiyyətdir. Davam edək 8-ci sualımız ilə. Yaşıl quş mamırının xlorofili olmayan yerüstü hissəsi. Yaşıl quş mamırında xlorofil olmayan yerüstü hissə onun ayaqcığı və qutucuğudur. Yəni ayaqcığı olan qutucuq sporofit nəsil xlorofilə malik deyil, fotosintez etmir. Ayaqcığı olan qutucuq deməli xlorofilsizdir, heterotrof yolla qidalanır. Erkək mamırın yarpağı, erkək və dişi mamırın zoqları, dişi mamırın yarpağı, çox hüceyrəli sap, yəni protonema, bunlar hər biri yaşıldır, xlorofil var, fotosintez edə bilir. Ayaqcığı olan qutucuqda isə bu baş vermir. İnsanın onurğa beyninin döş şöbəsindən gələn sinirlərin fəaliyyəti müvəqqəti olaraq ləngiyərsə nə baş verir? Ümumiyyətlə biz bilirik ki, onurğa beynin döş və bel şöbələrindən simpatik sinirlər, onurğa beynin oma şöbəsindən, bir də baş beyində beyin kötüyündən çıxacaq parasimpatik sinirlər. Və parasimpatik sinirlər ürəyin işini zəiflədirdi, ləngidirdi. Simpatik sinirlər isə ürəyin işini gücləndirirdi. Əgər döş şöbəsindən gələn deyirsə, bu simpatik sinirdən danışır. Əgər simpatik sinirin fəaliyyəti zəifləyərsə, ümumiyyətlə simpatik nə edirdi? Ürəyin deməli işini gücləndirirdi, ürək döyüntülərinin miqdarını artırırdı, ürəyin daha tez-tez döyünməsinə səbəb olurdu. Əgər simpatikin fəaliyyəti zəifləyərsə, ürəyin işi də zəifləmiş olacaq. Yəni ürək döyüntülərinin sayı azalacaq. Ürək siklin müddətinin artması ürəyin daha tez-tez döyünməsi deməkdir. Ona görə yanlışdır. Orqan və toxumalara gedən qan miqdarı azalacaq, çünki simpatik sinirlərin fəaliyyəti zəifləyib. Aortaya vurulan qanın miqdarı artmır, azalır, çünki fəaliyyət zəifləyib. Ürək döyüntülərinin sayı artar, dedik ki, azalmış olacaq. Davam edirik 10-cu sualımız ilə. Cinsi yolla çaprazlaşdırılması mümkün olmayan alma-albalı hibridinin alınmasına tətbiq olunan üsul. Ümumiyyətlə, biotexnologiyada 3 mühəndislik sahəsi var ki, bunlardan hüceyrə mühəndisliyində cinsi yolla çaprazlaşdırılması mümkün olmayan alma-albalı, xərçəy limfosit,
Daha sonra kartof, pomidor hibridləri hüceyrə mühəndisliğinin nailiyyətlərinin nəticəsində alınmışdır. Ona görə cavabımız olur C variantı. Onurğalı heyvanların qan-damar sisteminin quruluşunun sadələşməsinin düzgün ardıcıllığını müəyyən edin. Ümumiyyətlə, quruluşun sadələşməsi deyilsə, ən yaxşı inkişaf etmiş deməli, qan-damar sistemi təbii ki, biz məməlidə e, görə bilərik. Məməli quş bunlarda daha ali quruluşda olar. Çünki onlarda artıq 4 kameral ürəyidir. Qan nə ürəkdə, nə bədəndə qarışmır. Deməli, ən sona isə belə deyək, daha əvvəl olan məsələn balıq və sairə xordallara onurğalını əlavə edə bilərik. Burada ardıcıllığa baxsaq, e, akula əvvəldə gəlir, dedi ki, ən mürəkkəbi olmalıdır əvvəldə. Ona görə yanlışdır. Əvvəldə ən mürəkkəbi olmalısa göyərçin qurbağadan əvvələ düşə bilməz. Bu da yanlış verilir. Deməli, göyərçin quru qurbağası akula, ada dovşanı akula, quru qurbağası. Burada da quru qurbağası akula ilə yer dəyişməli idi. Çünki akula daha zəif inkişaf etmiş olacaq qan damar sistemi. Amma göyərçin daha yaxşı, quru qurbağası bir qədər. Sonra isə gələcək akula. Yəni get-gedə sadələşmiş olacaqdır burada qan damar sistemi. Davam edirik sual 12 ilə. Bakteriyaların bölünməsinə sərf olunan zaman 2 saatdır. Birinci hissədə, ikinci hissədə isə 1 saatdır. İkinci hissədə bizə başlanğıc bakteriya sayını 16 ədəd verir, birinci hissədə isə x verir və əməgən bakteriya sayını hər ikisini məchul şəkildə qeyd edir. Biz buradan necə yola çıxa bilərik? Başlanğıc bakteriyamızın sayı 16-dır və biz bilirik ki, 1 saat ərzində, yəni 60 dəqiqə ərzində 20 dəqiqədən bir bölünməklə özü qeyd edir. Bizə məsələdə 3 nəsil vermiş olacaq. 16-sından 32-si, 32-sindən 64'ü 64'ündən 128 olmaqla ümumilikdə 128 fərd yaranmış olacaq. 2 ay 128'e bərabərdir. Biz A-nı müəyyən etmiş olsaq, A isə 64'e bərabərdir. Burada isə düsturdan istifadə etsək daha rahat olar. NT bərabərdir. N0 vuraq 2 üstü N düsturundan istifadə edərək. Əmələ gələn bakteriyamızın sayı 64'tür. Başlanğıc bakteriya sayını bilmirik, elə onu axtarırıq. Və nəsil sayımız isə 2 saatdan bir bölündüğü için 120'ni böldü 20'ye 6 nesildir. 2 üstü 6 olacaktır. Deməli 64 elə bizdə 2 üstü 6'dır. 2 üstü 6 beraberdir. X vuraq 2 üstü 6. Təbii ki x'imiz de buradan olacaktır. Başlanğıc bakteriya sayımız 1 ədəd. Sual 13 ilə davam edirik. İkievli bitkinin çiçəklərində mitoz, meyoz prosesləri gedirsə, lakin tozcu borusu əmələ gəlmirsə, bu çiçəkləri adlandırmaq olar. Öncə sualın izahını təqdim edim. Ondan sonra bir qədər bu hissəyə toxunmaq istəyirəm. Çünki artıq son illərin testlərindən görürük ki, bu tip suallar, yəni botanika və ontogenezin bu hissəsini, yəni çikat mayalanma ilə bağlı olan suallar əlaqəli şəkildə düşmüş olur. Üzərində bir qədər dayanaraq ilk öncə sualımızı izah edək. Öncə suala baxsaq, yalancı deyici şəkilli çiçəkdə zaten erkək heç dişicik olmadığına görə nə meyoz gedəsi deyil. Yəni mitoz gedə bilər, amma meyoz getməyəcək. Çünki meyoz cins hüceyrələrin yaranması zamanı baş verə bilər. Daha sonra erkek iki cinsli çiçək belə bir anlayış yoxdur. Dişi iki cinsli çiçək belə anlayış ola bilməz. Əgər iki evli bitki deyirəmsə bunun erkeği ayrı evdə, dişisi ayrı evdə oturur. Yəni dişi və erkəklər ayrı-ayrı bitkilərin üzərində olurlar. Ona görə də erkek iki cinsli anlayışı, dişi iki cinsli anlayışı belə anlayış yoxdur. Daha sonra eğer iki evli bitkidirsə, misal üçün söyüd. Söyüdün yaşıl çiçəkləri var idi, onlar dişi idi, ayrı bir bitkinin üzərində. Bir də söyüdün sarı çiçəkləri var idi, onlar erkək idi, o da ayrı bir bitkinin üzərində idi. Yəni evlər bir-birindən tamamilə ayrı idi. Eğer ayrıdırsa, təbii ki bunun öz-özünə tozlanması mümkün ola bilməz. Ona görə yanlışdır. Avtomatik cavabımız elə buradan çıxır. Erkək bir cinsli olaraq. İndi bunun daha geniş aydınlıq gətirək. Deməli, mitoz meyoz prosesi gedir. Deməli, bədən hüceyrələri formalaşır. Meyoz gedirsə cins hüceyrə də yaranır. Lakin tozcuq borusu yaranmır. Yadda saxlayacaq ki, tozcuq özü erkək bitkidə formalaşır. Lakin tozcuq borusu dişi bitkinin üzərində cücərir. Çünki tozcuq dənəciyində olan vegetativ nüvə dişiciyin ağızcığına düşərək cücərir və dişi bitkinin üzərində inkişaf etmiş olur. Yəni tozcuq dənəsi
erkəyin hissəsidir. Erkəyin üzərində əmələ gəlir. Tozcuq borusu isə dişinin üzərində cücərmiş olur. Deməli, o zaman tozcuq borusu erkəkdə olmaz. Ona görə deməli tozcuq borusu əmələ gəlmirsə, bu erkək bir cinsli çiçəkdir. Ümumiyyətlə yadda nəyi saxlayacaq? Əgər söhbət deyək ki, iki evli bir bitkidən gedir, söyüdün sarı çiçəkləri, söyüdün yaşıl çiçəkləri. Burada necə nəzərə alacaq? Bunlar iki evli təbii ki, bir cinsli çiçəklərdir. İki evli bitkidirsə, təbii ki, bir cinsli çiçəklərə sahib olmuşdur, sahibdir deməkdir. Deməli, söyüdün yaşıl çiçəkləri dişidir. Bu çiçəklərdə mitoz prosesi gedər, meyoz prosesi gedər, mayalanma gedər, tozlanma gedər. Toxum yaranar, meyvə yaranar. Daha sonra yumurtalıq, yumurtacıq bunlar üzərində mövcud olacaqdır. Əgər söyüdün erkək çiçəklərindən söhbət gedirsə, mitoz gedər, meyoz gedər, tozcuq dənəsi formalaşar. Daha sonra e, amma tozcuq borusu formalaşar deyərsə, bu yanlış olacaqdır. Bir də tozcuq borusunun cücərməsini biz dişi bitkinin üzərində qeyd etmiş olacağıq. Bildirim. Davam edirik sual 14 ilə. Ada dovşanının zigotunun 44 xromosom varsa, onun yumurta hüceyrəsində 2 xromosom olar. Zigoton xromosom yoxmu diploiddir. Və yumurta hüceyrə qamet olduğu üçün meyozdan yaranacaq və haploid xromosom yığımına malik olacaq. Ona görə də cavabımız olur 22. Sual 15. Cücülərdə oksigen bütün orqanlara çatdırılır. Ümumiyyətlə cücülər, yəni həşəratlar sinfi qanı qaz daşımır. Bunların qan hemolimfa adlanır. Qanında eritrosit yoxdur, qanında hemoqlobin yoxdur. Qan özünə oksigen birləşdirib daşımaq xüsusiyyətinə malik deyil. Bunlarda qan təbii ki, zərərli maddələr daşıya bilər, yəni ifrazat məhsullarını ifrazat qanına çatdıra bilər. Qida məhsullarını hüceyrələrə çatdıra bilər. Amma qan oksigen daşımır. Bəs cücülərdə oksigen necə daşınır? Traxeyalar vasitəsilə traxeyanın içərisində olan maye hesabına bilavasitə orqanlara doğru çatdırılmış olur. Yəni orqanlara necə çatdırılır? Traxeyalar vasitəsilə. Davam edirik sual 16 ilə. Deməli bizə Venn diaqramı verilib. Bura müsbət, bura müsbət, bura müsbət, bura isə mənfi qeyd edilmişdir. X, Y, Z, K müxtəlif növ nükleotidlər olduğunu qəbul edərək düzgün ifadələri seçin deyir. Deməli buradan X, Z, K DNT'ye ait, Y ise DNT'ye ait olmayan bir nükleotit, yani RNT'nin nükleotidleri olabilir. Z urasilli nükleotittir, hayır DNT'ye aittirse Z urasilli nükleotit olabilmez. X'in terkibine dezoksiriboza dahil değil, X DNT'ye ait bir nükleotittir. DNT'nin karbonhidrat kalığı dezoksiribozadır. Eğer ait değil, dahil değil değilse yanlıştır. Y'in terkibine riboza dahildir. Eğer Y DNT'ye değil de DNT'ye ait değilse demek ki eriteye ait olan bir nukleotitdir və onun tərkibində riboza olacaqdır. K sitazinli nukleotit ola bilər. Deməli, K DNT-nin nukleotididir və bəli, DNT-də sitazin azot əsası var deyə təbii ki, sitazinli nukleotit ola bilər. Y-in tərkibinə ortofosfat turşu qalığı daxil deyil. Y istər DNT-yə aid olsaydı, istər RNT-yə aid olsun, fərq etmir. Ortofosfat turşu qalığı bütün növ nukleotidlərdə vardır. Ona görə daxil deyil deyirsə yanlış deyir. A, X-in tərkibində ortofosfat turşu qalığı daxildir. X-in tərkibində bəli, X həm DNT-yə, həm RNT-yə malik, RNT-yə aid olan nukleotidlərin hər birində ortofosfat turşu qalığı olacaqdır. Cavabımız olur 3, 4, 6, Y variantı olaraq müəyyən etmiş olaraq. İnsanda gövdən skeletinə aid deyil. Gövdə skeleti dedikdə döş qəfəsi, belə deyək, qabırğalar, onurğa sütunu və döş sümüyünü nəzərdə tutacağıq. İnsan gövdə skeletinə aiddir. Deməli, 33-34 ədəd fəqərəmiz, 24 ədəd qabırğamız, 1 ədəd də döş sümüyümüz ümumi gövdə skeletimizi əmələ gətirir. 58, 59 sümük etmiş olur. Döş sümüyü gövdə skeletinə aiddir. Qabırğalar aiddir. Çanaq sümüyü aşağı ətrafın qurşağına aiddir. Yəni gövdəyə aid deyil.
Bu sümüyü aşağı ətrafının sərbəsinə aiddir, gövdəyə aid deyil. Oma fəqərələri, deməli, onurğasının fəqərələrinə aiddir. Təbii ki, gövdəyə aid götürmüş olacaq. Aid deyil gövdəyə 3 və 4 müəyyən edirik. Davam edik 18-ci sualımız ilə. Kromanyonlar verilib. Kromanyonlar homocinsinin sonuncu yarımcinsinə, neantroplar yarımcinsinə malik olan iç müasir insanlardır. Və deməli kromanyonların beyin həcmi 1200 yox, 1220 yox, 1600 olmalıdır. Bu yanlışdır. Çənaltı çıxıntı yaxşı inkişaf edib. Bəli, bunlarda nitik var, ona görə yaxşı inkişaf edib. Beynin həcmi 1600-dür, doğrudur. Qalıqları ilk dəfə Afrikaya yox, deməli Fransanın Kromanyon kəndi yaxınlığında tapılmışdır. Qalıqları ilk dəfə deməli İndoneziyanın Yava adasında tapılıb. Xeyr, ilk dəfə olaraq Tekantropların qalıqları Yejin Duba tərəfindən İndoneziyanın Yava adasında 1891-ci ildə tapılmışdı. Bu Kromanyona aid deyildir. Ona görə bunu da yanlış götürmüş olarıq. Buradan cavabımızı müəyyən edəcəyik. 2, 3. 5 bizdə oldu buradan. Yanlış fikir. Davam edirik 19-cu sualımız ilə. Əgər linni mövcud sistematikasında sıra və tipi də əlavə etsək, ümumiyyətlə bitki sistematikasındakı sistematik taksonlar hansılardır? Növ, cins, fəsilə, sıra, sinif, şöbə, aləm. Bu bitki sistematikasında. Heyvan sistematikasında isə növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm. Buradan görürük ki, sıra, dəstə, tip, şöbə. Bunlar bitki və heyvanlarda bir-birinə fərqli olanlardır. Bitkidə sıra olan yerdə heyvanda dəstədir. Bitkidə şöbə olan yerdə heyvanda tipdir. Buna görə bir-birindən fərqlənmiş olurlar. Digərləri hər biri üçün eynidir. Daha sonra Linneyə görə sistematik taksonlar hansılardır? Linneyin elmə gətirdiyi növ, cins, dəstə və sinif. Niyə bunları elmə gətirib? Və burada qeyd edir ki, əlavə olaraq bu sıraya tip və deməli sıranı da əlavə etmiş olsaq, deməli neçəsini yalnız heyvanlara aid etmək olar. Əgər bunları əlavə etməmiş olsa, buradan yalnız dəstəni götürür ki, yalnız heyvanlara aiddir. Amma tip və sıranı əlavə etmiş olsaq, neçəsi yalnız heyvanlara aid olacaq. Bu zaman tip və dəstəni götürmüş olacaq. İki sistematik takson yalnız heyvanlara aid olacaqdır. Sual 20. Hərəkət, idman, yazı yazmaq vərdişlərinin aid olduğu yaddaş, bunlar bizdə hərəkət yaddaşına aid edilir. Davam edik. Hansı onurğalı heyvan iki qan dövranına malikdir? İki qan dövranı balıqlardan sonra, yəni suda quruda yaşayan sürünən quş məməli bunlardadır. Ürək boşluğunda ancaq venoz qan varsa bu balıqdır. İki kameralı ürəyi varsa bu balıqdır. Ürəyində ancaq bir qulacıq varsa yenə balıqdır. Çünki bir qulacıq bir mədəcidən ibarətdir. Ürək boşluğunda həm venoz həm arterial qan yanlışdır. Daha doğrusu ürək boşluğunda həm venos həm arterial qan bu olacaq deməli suda qurda yaşayanlar sinfinin nümayəndəsi və ya ola bilər sürünənlər. Çünki bunların ürəyində həm venos e, deməli, həm arterial qan olur, həm burada qarışıq qanı verməyibsə, əksinə biz burada götürə bilərik. Deməli, quş və məməliləri götürə bilərik. Çünki həm venos, həm arterial qeyd edir. Düzdür, suda qurda yaşayan sürünəndə də venos arterial var, amma burada qarışığı əlavə etməyibsə, nəzərdə tutduğu yəqin ki, quş və məməlidir. Yəni, hər bir halda çıqan dövranına malik olacaqdır. Ona görə cavabımız olur D variantı. Qarın aortası ilə venoz qan axması, bu da balığa aid bir fikir olacaq. Həzm kanalının daxili divarlarında yerləşən vəzlər. Mədalı vəzi həzm kanalından kənarda yerləşir. Mədalı vəzi həzm kanalından kənarda yerləşir. Qaraciyər həzm kanalından kənarda, həmçinin qaraciyər mədalı vəzi həzm kanalından kənarda. Mədə və bağırsağın divarlarında xarici sekresiya vəzləri var ki, bunlar sırf həzm kanalının daxili divarlarında yerləşən vəzlərdir. Mədalı vəzi və qaraciyər kanaldan kənarda yerləşib, axacağı həzm kanalına açılan vəzlərimiz olur. Sual 23. Şibiyə üçün doğru olmayanları müəyyən edin. Şibiyələr necə canlı formalarıdır? Onlar simbiyoz yaşayırlar. Ya göbələk yosun birliyindən yaranırlar, ya da göbələk siyanobakteriya birliyindən yaranmış olurlar. Hər bir halda, deməli, burada bakteriya prokaryotdur, yosun evkaryot, sonra göbələk yenə evkaryotdur.
Burada da göbələyi yine eukaryot diye müəyyən etmişdik. Prokaryot canlı ile eukaryot canlının birgə yaşayışına əməl gəlmişdir. Bəli, əgər göbələk siyanobakteriya birliyidirsə ola bilər. Olmayanlar istəyirsə bu olar. İki prokaryot orqanizm birgə yaşayışına əməl gəlmişdir. Xeyr, mütləq biri eukaryotdur. Çünki biri mütləq göbələkdir. Ona görə yanlışdır. Onu əmələ gətirən canlıların heç olmasa biri fotosintetikdir. Bəli, mütləq ki, ya yosun, ya siyanobakteriya burada fotosintez etməlidir ki, üzvü maddə hasil etsin, göbələk həmin o üzvü maddədən istifadə etmiş olsun. Bu doğru fikirdir. Ona əmələ gətirən canlıların yalnız birində 8 nukleotit növünə rast gəlinir. Burada göbələk, yosun və siyanobakteriyanı görürük və bunlarda deməli həm DNT, həm RNT mövcuddur deyə 8 növ nukleotidə e, hamısında rast gəlmiş olaraq yalnız birində deyirsə yanlışdır. Cavabımız olur 2, 4. Devam edirik sual 24 ilə. Ayrıcinsiyyətli yetkin şirin su hidrasında qolcuqların sayı x-tir. Ya da qolcuq sayı ya 5 ya 12 ədəd olur. Maksimal fərq istəyirsə biz bunu 12 ilə müəyyən edəcəyik. 5 siqotun əmələ gəlməsində iştirak edən spermatozoidlərdə qamçıların sayı. Deməli, ayrıcinsiyyətli hidradırsa, ümumiyyətlə burada 5 siqot əmələ bilavasitə iştirak edən spermatozoidlərdə qamçıların sayısı y-dir deyir. Biz bilirik ki, 5 siqotun yaranmasında 5 yumurta hüceyrə, 5 deməli spermatozoid iştirak etmiş olacaqdır. 5 spermatozoid inkişaf edəcək, 5 siqot yaranacaq. Əgər bir spermatozoiddə bir qamçı varsa, 5 spermatozoiddə 5 qamçı vardır. X çıxaq Y ifadəsinin fərqi isə bizə verilmiş olacaq. Deməli 7. Sual 25 ilə davam edirik. Mitokondri hüceyrəsində hücrə təmsilində iştirak edir. Bu ifadə sadalanlardan hansı canlılara aid edilə bilər? Ümumiyyətlə mitokondri oksigenli tənəffüsü həyata keçirən orqanoiddir. Mitokondrinin fəaliyyəti nəticəsində deməli mühitdən oksigen udulur və mühitə e, karbon qazı buraxılmış olur. Yəni mitokondri oksigeni istifadə edir, karbon qazını ayırır. Burada mitokondriyə malik olanlar qeyd edir. Xlamidamana deməli bir hüceyrəli yosunlara aiddir və xlamidamanadanın təbii ki mitokondrisi olacaqdır. Ona görə aid edilə bilər. Doğru fikirdir. Şampinyon göbələklərə aiddir və biz bilirik ki, göbələk eukaryotdur. Göbələklərdə mitokondri olur, amma onlarda xloroplast olmur. Yəni iki membranlı orqanoidlərdən biz göbələklərdə mitokondrini görmüş olacağıq. Ona görə şampinyon göbələyi mitokondriyə malikdir qeyd edəcəyik. Gəldik göy yaşıl yosunlara. Göy yaşıl yosunlar bakteriyadır. Bakteriyalar ümumiyyətlə membran quruluşlu orqanoidlərdən məhrumdur. Qaldı ki, iki membranlı mitokondrisi olsun. Ona görə də biz bakteriyalarda mitokondri görmərik. Bu ifadə bizdə deməli yanlış olacaq. Yetkin öküz soliteri anaerob canlıdır. Qlikoliz edir, mitokondrisi fəaliyyət göstərmir. Ona görə də yanlış fikirdir. Qaraciyər sorusunun quyruğu sürfəsi, qaraciyər sorusunun kirpikli sürfəsi də, daha sonra quyruğu sürfəsi də deməli oksigenli təmsil etdiyi üçün mitokondriya malik olacaqdır. Cavabımız olur 1, 2, 5. Yetkin fərdi isə anaerob təmsil edir, mitokondrisi fəaliyyət göstərmir. Sual 26. Triploid xromosom yığımlı olanları soruşur. Heksaploid bitkinin toxum qabığı bədən nədirsə, eynən onun xromosom yığımındadır, yəni heksaploid olacaq. Heksaploid bitkinin erkək qameti spor meyozdan yarandığı üçün erkək qametdə deməli meyozdan yaranmış olur. Heksaploid isə olacaq triploid. Öz-özünə tozulan diploid bitkidə, öz-özünə tozulan diploid deyirsə, endosperm hüceyrəsi mərkəz hüceyrələrə gəlsin, spermdir. Diploid deyirsə, mərkəz hüceyrəsi 2N, deməli sperm isə N olacaq 3N. Sual 4. Tetraploid bitkinin dişi qametinin, deməli tetraploid 4N'dir. Qamet verdikdə isə qamet olacaq 2N. Daha sonra öz-özünə tozulan tetraploid bitkinin endospermi. Tetraploid bitkisi bunun dişisi 4N olacaq. Spermi ise 2N xromosom yığımına malik olacaq. Endospermi xromosom yığımı olur 6N. Diploid bitkinin zigotu elə diploid olacaqdır. Bizdən nəyi soruşur? Hansı triploid olar? Triploid ola bilər 2, ola bilər 3. Cavabımızı müəyyən edirik. 2, 3 olaraq.
Daha sonra davam edirik uyğunluq sualımız ilə. Deməli, bizə qadınlarda daxili cinsiyyət orqanlarını təqdim edir. 1, 2, 3. 1 bizdə olacaq yumurtalıq, 2 uşaqlıq borusu, 3 isə uşaqlıqdır. Qadın orqanizminin ontogenezi başlayır. Ümumiyyətlə, qadın kişi fərq etmir. Hər ikisinin ontogenezi deməli boruda başlamış olur. Çünki mayalanma boruda getdiyi üçün hər ikisinin ontogenezi də elə boruda başlamış olacaqdır. Qadın orqanizmi ontogenezi harda başlayır? Boruda. Yumurta hüceyrə əmələ gəlir. Yumurta hüceyrə əmələ gəlir təbii ki, yumurtalıqda. Ama tam yetiştiği yer deseydi borunu götürərdi. Bətndaxili inkişafın rüşeym dövrü başlanır. Bətndaxili inkişafın 3 dövrü var. Başlanğıc dövrü, rüşeym dövrü və döl dövrü. Başlanğıc dövrü deməli yumurta borusuna, yəni uşaqlıq borusunda başlayır, uşaqlıqda bitir. Mayalanma ilə başlayır, implantasiya ilə bitir. Rüşeym dövrü mayalanma, yəni implantasiya ilə başlayır, ciftin yaranması ilə bitir. Şiim dövrünün ardından isə döl dövrü başlamış olur. Bətndaxili inkişafın şiim dövrü başlanılır elə deməli 3-cü hissə olan uşaqlıqda. Hüşeymin özü əmələ gəlir boruda ziqot bölünən an hüşeymin özü əmələ gəlmiş olur artıq. Çox hüceyrə hüşeym əmələ gəlir. Amma hüşeymin bölünməsi daha doğrusu hüşeym dövrünün baş verməsi, başlaması olacaq deməli uşaqlıqda. Yəni Rüşeym özü harda yaranır desə 2-də, Rüşeym dövrü harda başlayır desə 3-ü götürmüş olaraq. Bətndaxili inkişafın Rüşeym dövrü başlayır deyirsə, o zaman uşaqlığı götürmüş olacağım cavabımızı buradan 3-ə C-ni qeyd edirik. Döl formalaşır, döl yenə uşaqlıqda formalaşacaq. Mayalanma prosesi baş verir. Mayalanma prosesi ziqotun yarandığı boruda baş verir. Yəni 2-də baş vermiş olacaq. 1-ə B, 2-yə A, Y, 3-ə C, D olaraq cavabımızı müəyyən etmiş oluruq. Gəlirik situasiya mətninə. Deməli, situasiya mətni bizdə qan qruplarına aiddir. Situasiya mətni ümumiyyətlə biz bilirik ki, eritrositlərimizdə antigen xəstəli zülallar olur, plazmada isə antitellər olur. Eritrositlərdə antigenlərə aglutinogen, plazmada isə antitellərə aglutinlər deyirik. Yadda saxlayacaq ki, bir canlı bədən, bir insan bədənində qan köçürmə əməliyyatı zamanı diqqət edilən məqamlar nədir? Eyni adlı antitellə, eyni adlı antigenin bir yerə düşməməsi. Ümumiyyətlə, qan qrupları eritrositlərdə olan antigen xəstəli zülallara görə adlandırılır. Əgər eritrositlərdə antigen xəstəli zülallar vardırsa, plazmada isə onun antiteli olacaqdır. Deməli, əgər bizdə plazmada anti-A antiteli varsa, anti-B yoxdur, anti-A varsa, deməli bu 3-cü qan qrupudur. Çünki 3-cü qan qrupunun eritrositində B antigeni var, plazmasında isə A antiteli olacaqdır. Gəlirəm deməli Y-ə. Bu oldu 3-cü qan qrupu, X oldu 3. Gəlirəm Y-ə. Deməli, nə anti-A-sı var, nə anti-B-si var, nə antigen A-sı var, nə antitel A-sı var, nə də antitel B-si var. Demək ki, bu 4-cü qan qrupudur. Çünki 4-cü qan qrupu plazması boşdur. Eritrosində hər iki antigen olur. Gəldik Z-ə. Z-də deməli həm anti-A, antigen A var, antitel A var, həm də antitel B var. Bu o deməkdir ki, hər iki antitelə sahibdirsə, bunun eritrositi boşdur, yəni sıfırdır. Bu birinci qan qrupudur. Və gəldik K-ya. Deməli, anti-A-sı yoxdur, anti-B-si varsa, demək ki, bunun eritrositində də nə varmış? A varmış qeyd edici və eritrositlərə görə deyirik ki, qan qrupları adlandırılmış olur. X və Z qan qruplarının genotip və fenotiplərini, həmçinin onların sayını müəyyən edin. Deməli, X bizdə ya B şəklində ola bilər, ya da B0 şəklində ola bilər. Bu X-dir. X qan qrupudur. Gəlirik, bir də Z-i verib. Z qan qrupunda isə 0-0'dır. Burada bir fenotip, 2 genotip müəyyən edə bildik. Burada isə 1 fenotip, 1 genotip müəyyən etmiş olduq. Daha sonra sual 29. Əsasən hansı qan qruplarına malik ata və ana uşaqlarından valideynlərin qan qrupunun doğum ehtimalı bütün hallarda sıfıra bərabərdir. Bu hansı qan qruplarıdır? Ya 4-cü qan qrupu ilə deməli 1-ci qan qrupunun evlənməsi, ya da ki
Homozigot AA ilə homozigot BB-nin deməli evlənmiş olması. Bunlar buradan yalnız AB qan qrupu əmələ gələcək. Buradan A0, B0 əmələ gəlmiş olacaq. Yəni valideynlərin qan qruplarının əmələ gəlmə ehtimalı burada bütün hallarda sıfıra bərabər olur. Biz indi burada nə ilə nəyi valideynlər olaraq hansı qan qruplarını müəyyən etməliyik? Deyir ki, valideynlərin qan qruplarına malik olma ehtimalı bütün hallarda sıfırdır. Deməli, biz burada nəyi müəyyən etdik? Ya AA, BB olmalıdır, yəni X və K, ya da ki, deməli, AB bir də 0, 0. AB bir də 0, 0. Deməli, bizdən hansını soruşur buradan? Hansı qan qruplarına malik ata-ananın uşaqlarında valideynlərin qan qrupuna malik olma ehtimalı sıfıra bərabərdir. Deməli, burada Y-lə Z-də olsa bütün hallarda sıfıra bərabərdir. Yəni, bu eynən valideyn oxşar alınmadılar. Deməli, X-la K da olsa bütün hallarda yenə nədir? Sıfıra bərabərdir. Aha. Bunları da müəyyən etmiş olduq. Deməli, Y və Z, X və K. Davam edirik. Sual 30 ilə. Sxema əsasən hansı qan köçməsinin düzgün olduğunu müəyyən edin. Öncə yadımızda salaq Z biz birinci qan qrupu qeyd etdik. Daha sonra Z birinci qan qrupudur. Y AB'dir. X B'dir. K ise A'dır. K ikinci qan qrupudur. X üçüncü qan qrupudur. Bu ise dördüncü qan qrupudur. Və yadda saxlayaq ki, bu tip testlər eritrosit köçürülməsi üçün nəzərdə tutulur. Əgər qanın tərkib hissəsinin köçürülməsinə gelirsə, zaten bir qan qrupu başqa qan qrupuna qan verib qan ala bilmir. Tərkib hissəsini ayırmadan bir qan qrupu, yəni başqa bir qan qrupuna qan verib qan ala bilmir. Bu eritrosit plazma birgədir. Lakin biz bu rəqəmləri əsasən 8 dərsliyində falan deməli eritrosit belə deyək köçürülməsinə nəzərən qeyd olunub. Yəni eritrositin köçürülməsindən danışır. Biz bilirik ki, birinci qan qrupu bütün qan qruplarına qan verə bilir. Birdən kimə gedirsə doğrudur. Daha sonra dördüncü qan qrupu öz qan qrupundan başqa heç kimdən qan ala deməli öz qan qrupu, dördüncü qan qrupu öz qan qrupundan başqa heç bir qan qrupuna qan verə bilmir. Hər kəsdən qan ala bilir, yalnız öz qan qrupuna qan verə bilir. Deməli, hər kəsdən qan alır, 4-ə kimdən gəlsə doğrudur, amma heç kimə qan verə bilmir deyə yanlışdır. Birinci qan qrupundan dedik ki, kimə gedirsə doğrudur. Burada 1, 2, 4-ü müəyyən etmişik, qaldı 3. Deməli, X oldu bizdə B qan qrupu, K oldu A qan qrupu. Ona görə də daha doğrusu biz üçüncü qan qrupunun ikinci qan qrupuna qan verə bildiyini deyə bilmir. Yəni qan verə bilmir qeyd edilmiş oluruq. 1, 2, 4 olur cavabımız.